Demək tətildəyəm. Amma dəqiqədə bir evə zəng edirəm ki, sevgi deyir, sevgi deyir. Sevgi olmayanda tətildə çox narahat oluram. Tətil kimi keçmir o mənim üçün. Bir də demək olar ki, kombinlərim üçün götürdüyüm bir neçə şeyi unutmuşam. Yəni uzun qol geyimlərdən gedir söhbət. Burada axşamlar çox sərin olur. Ona görə bir dənə buru başqada qalmışam. Normalda qəşəng oversize pencək falan ayırmışdım. Geyimlərlə geyinmək üçün. Gödəkcə. Ondan sonra həsir şlyapa ilə sumka almışdım. Onu da unutmuşam. Elə qəşəng kombinlər eləmişdim. Heç də olmaz. İyunda sevgi ilə gedəcəm. Orada daha özəl hazırlaşacağım. Bu çünki bir anda oldu. Öncədən hazırlaşa bilməmişdim bir həftənin içində. İşte onda. Bu arada qızlar, xoş sözlərinizi görürəm, oxuyuram. Çoxunuz yazmışsınız ki, qara saç sənə çox yaraşıb. Nə yaxşı tündləşdirdin. Çoxunuz yazmışsınız ki, yayda niyə tünd saç. Açığı mən hər gün saçımı yuyuram deyə məndə açıq tonlar həddindən tez zamanda axır. Ona görə düşündüm ki, tündə keçim və öz saçımı hər həftə boya etməyim və saçım düzəlsin, sağalsın deyə. Amma baxdım ki, gözəl yaraşırmış. Yəqin ki, bundan sonra esmerimdir ben. Sarışınlar çat.